Açıqlama nədir? Tam açıqlama verə bilərsinizmi, həkim? Tam açıqlama verə bilməyəcəm. Tam açıqlamanı geniş videolarda YouTube səhifələrimizdə var. Ya da buyurun gəlin, ətraflı şəkildə danışaq. Bu ilk bu. İkincisi, açıqlama dediyimiz şey əslində nədir? Qısa açıqlamanı belə verim sizə. Spermin hərəkət sıxıntısı olan, hərəkət qabiliyyəti çətin olan xəstələrdə o spermin gedəcəyi yolu qısaltmış oluruq. Həmişə verdiyim bir örnəkdir. Buradan qazağa getmək istəyirsiniz, amma benzininiz yetərli qədər deyil. Biz sizi buradan alırıq, qoyuruq Gəncəyə, deyirik ki, Gəncədən Qazağa özünüz gedin. Yəni spermin getdiyi yolu çox qısaltmış oluruq. Bir bu. İkincisi də ki, kontrollu şəkildə yumurtanı böyüdüb çartlatdığımıza görə oradakı problemləri də aradan qaldırmış oluruq. Üçüncü bir tərəfdən də spermi aldığımız kimi sizə vermirik. Onu yuyuruq, təmizləyirik, ətrafındakı pastan belə deyim, onu arındırırıq və daha konsentrat halında, hərəkətli sürətini daha artırmış halda biz onu sizə geri veririk. Qısacası budur, başlama. Sürü mayallanmadan da fərqli şeylərdir bunlar.